1875-ci ildə Moskva İmperator Teatrı Çaykovskiyə balet yazmasını sifariş verir və o zamana qədər Çaykovski heç balet yazmamışdı. Bu onun üçün bir ilk idi. Beləliklə də bu sifariş əsasında Çaykovski Qu Gölü baletini yazır. Bu baletin yazılma hekayəsində əsasən Çaykovskiyə nə motivasiya vermişdi deyə araşdırmalar eləyəndə uşaqlıqdan Çaykovskinin Slavyan və Qərb nağıllarına marağı olduğunu oxudum ki, bunlardan təsirlənib. Qu Gölü baletində də əsasən cadugarlıq, insanın bir quşa çevrilməsi, heyvana çevrilməsi motivi, sevgi, qəhrəmanlıq kimi mövzuları, bunları da əslində folklordan izlər daşıdığını görmək olur. Deməli, mövzusu Qu Gölünün klassik versiyasının mövzusu. Zigrif adlı bir şahzadədir. Anası ondan evlənməsini istəyir, amma o heç bir qızı bəyənmir. Dostları ilə ov ovlamağa getdiyi günlərin birində bir Qunu ox atmaq istəyəndə Qu qıza, gənc və gözəl bir qıza Odettaya dönüşür və Odetta onun hekayəsini danışmağa başlayır ki, mən lənətlənmişəm pis cadugar tərəfindən və bu lənəti ancaq əbədi, əsl, saf sevgi sayəsində qıra bilərəm. Kimsə həqiqətən sevgi yaşasaq kimləsə və Zigrif deyir ki, səni bu əbədi sevgiyə and içərək səni bu lənətdən xilas edəcəm. Daha sonra 4 pərdəli baletdir. Daha sonraki səhnədə də bal gecəsi təşkil edilir və bu gecədə Zigrif Odetta'nı sevdiyini and içməlidir və beləliklə də tilsimi, cadunu qırmalıdır. Amma o orada Odetta'nı yox, ona bənzər başqa bir qızı görür və səhvən onun sevgisinə and içir. Beləliklə də lənət daha da güclənir. Daha sonra səhvini anlayıb Odetta'nın yanına gedəndə artıq əslində bir neçə versiyası var təbii ki bu səhnələşdirmələrinin. Bir hissəsində xilas olurlar, amma əsas klassik hissəsində də deməli ikisi də lənətdən xilas ola bilmirlər, yəni tragik bitir. Ölürlər, ölümdən sonraki digər dünyada ruhları əbədi olaraq qovuşur. Yəni cadugarlıq və yaxud da ki ölüm heç nə sevgini məhv eləyə bilmir. Əbədi sevgiyə nəticə olaraq qovuşurlar. Öldükdən sonra qovuşurlar. Belə nağılvari, poetik bir üslubdaydı. Və Çaykovski yaşadığı dönəmdə də bu Qu Gölü baleti əslində uğursuz alınmışdı. Həm aktyorlar, daha doğrusu rəqqaslar musiqinin ritminə uyğunlaşa bilmirdi. Həm də ki, səhnələşdirmə çox zəif idi və qətiyyən uğur qazanmırdılar. Çaykovskinin ölümündən sonra səhnələşdirmələrdə dəyişimliklər və əlavələr edilib və əsasən ölümündən sonra məşhurlaşıb və klassikaya dönüşübdür. Çünki bugün artıq Qu Gölü baleti bir klassikadır. Deməli, əsas versiyalarında, dəyişikliklərində Qara Qu əlavə edilmişdi ki, orijinal versiyasında, yəni Çaykovskinin yaşadığı dönəmində bu versiyası yox idi. Bu hissədə artıq Ağ Qu ilə Odetta ilə yanaşı Qara Qu versiyası da gəlir. Bu da ki, əsasən oxumalar eləyəndə Odetta'nın kölgə arxetipi, Jungian oxumalar eləyəndə, yəni kölgə arxetipi dediyimizdə onun qaranlıq tərəfi, bastırılmağa çalışdığı, cəmiyyətin normlarına qurdlarla qaçan qadınlarda da bu mövzulardan, o kitabda bu mövzulardan bəhs edirdi, videoda da danışmışdım. Qadınların o qaranlıq tərəfi, bastırılmış tərəfləri. Yəni burada da Odetta'nın o Qara Qu, Ağ Qunun dualizm bir növ əks tərəfini, bastırılmış tərəfini göstərir, qaranlıq tərəfini göstərirdi. Daha sonra bu versiyası əslində uğur gördü, amma ən çox demək olar ki, mənə görə də incəsənət tarixində də inqilab yaradan səhnələrdən biri 1995-ci ildə, hansı ki o dönəmdə artıq Qərbdə, özəlliklə də Britaniya və Amerikada LGBT mövzuları, artıq bu geylərin, LGBT fərdlərinin özləri haqqında açıq-aydın danışması, istərsə də AIDS böhranı, bunlar artıq incəsənətdə görülməyə başlanırdı. Bu mövzular artıq açıq-aydın danışılmağa başlandığı bir dönəm idi və o dönəmdə də 1995-ci ildə də
yeni versiyasını izlədi. Londonda ilk dəfə göstərildi. Bu səhnədə isə qu quşlarını klassik bugünə qədər izlənilən klassik Qu Gölü baletlərindən tam fərqli olaraq artıq kişilər canlandırırdı. Yəni normalda Qu quşlarını həmişə 95-ci ilə qədər qadınlar canlandırmışdı, rəqqaslar və bu artıq tamamilə cinsiyyət stereotiplərinin qırılması idi. Çünki baletdə artıq kişilər maskulin obrazlardan daha çox travmatik, incə, zərif obrazlardaydılar və Ziegferdin də aşiq olduğu Qu elə oğlan olur. Yəni kişinin kişiyə aşiq olması tamamilə sensasional bir mövzu idi. Oradakı anasının onun şahzadə olmasını istəməsi, ana da bir növ super ego, yəni Freud nəzəriyyəsindən baxanda super egonu təmsil edir və yaxud da ki, cəmiyyətin baskısının normlarını təmsil edir. Ana onun bu sevgisini qəbul eləmir və yaxud da oğlundan şahzadə olmasını gözləyir. Yəni cəmiyyətin normları, super ego, cəmiyyətin səni görməsi, daha doğrusu qəbullanması üçün o normlara arasında sıxışıb qalmağın, öz o qaranlıq tərəfindən istəklərinlə cəmiyyətin istəkləri arasında sıxışmağın və daha sonraki hissələrdə də yəni uğursuz, faciəvi şəkildə bitirir bu sevgi mövzusu da. Mənə görə əslində incəsənətdə də tamamilə bir inqilab mövzusuydu bu. Hansı ki, o dönəmlərdə əslində 1995-də də ümumilikdə də bu mövzular, LGBT-lərin hüquqları və s. artıq danışılmağa başladığı ilk başlarda dönəmlər idi. Demək, daha sonra isə mənim demək olar ki, modern incəsənətə yansımış Darren Aronofsky'nin Fountain filmində onun videosunu çəkmişdim. Hansı ki, poetik, estetik vizuallıqla sənət izləyirik onun filmlərində. Sənət filmləri belə deyə çəkir və bu filmdə də Natalie Portman görürük. Bu filmin də mövzusu Natalie Portman demək olar ki 1995-ci ildəki baletin, oradakı kişinin kişiyə olan münasibətin burada başqa versiyasını izləyirik. Çünki lezbiyan izləri var, amma tam olaraq izləyici olaraq da algılanmır ki, o səhnələr xəyaldırmı, yoxsa realda da mı baş verir? Burada isə Natalie Portman tamamilə öz anasının belə istəklərini icra edən narsist bir valideyni var. O diqqəti çəkir filmdə onsuz da ki, bir zamanlar balerin olmaq istəyib, amma hamilə qalıb deyə karyerasını qurban verib, uşağı aldırmaq istəməyib və ata fiqurunu da heç görmürük çünki. Və Nina'nı, Natalie Portman'ın canlandırdığı obrazı dünyaya gətirir və narsist valideyn də dediyimiz öz arzularını, yəni övladını, uşağını bir fərd olaraq görmür, öz davamı olaraq görür. Yəni özünün yarım qalmış bir arzusu var. Nina'nın onu davam etdirməsini istəyir və Nina artıq bir balerindir. Tamamilə gənc qadın olmasına baxmayaraq otağının dekorlarına baxırıq. Uşaq otağıdır və yaxud da ki, anasının sözündən çıxmır. Bir uşaq kimi, yəni o uşaqlıqdan, qız uşaqlığından qadınlığa keçidi yaşamamış bir gənc qızdır və o anlayır ki, bu səhnədə artıq onun adı seçilibdir. Səhnədə qara qunu bu canlandıracaq. Nina ağ qu quşunu canlandırmağı bacarır. Çünki ağ qu onun əslində girə biləcəyi bir roldur. Saf, incə, zərif, tamamilə müsbət bir obraz. Qara qu isə it, yəni qaranlıq tərəfi, bastırılmış, şüuraltı bastırılmış hissləridir. Cinsi istəkləri, qadın olaraq cinsel arzuları, şəhvət hissi ki, Nina bunları yaşaya bilmir. Anasının da təzyiqi ilə o artıq bir körpə uşaq kimidir. Yəni o qadınlığını kəşf eləməyib, amma qara qunu səhnədə canlandırması üçün şərtdir ki, o öz kölgəsi ilə, kölgə arxetipi ilə, Jungian arxetipdə oxuyanda kölgəsi ilə tanış olmalıdır və yəni ağ qunun tamamilə ziddi, dual şeytan və mələk obrazları sanki səhnədə və onu da canlandırmalıdır. Amma Nina bu tərəfini kəşf eləmədiyi üçün o rola girə bilmir
və davamlı olaraq problemlər yaşayır, ağrılar yaşayır. Çünki o keçid dönəmi də qız uşağından qadınlığa, yetişkinliyə, cinsel arzularını tapdığın dönəmə keçid də onsuz da ağrılı dönəmdir. Bu da Darren Aronofsky bu detallarda çox qəşəng işləmişdi filmdə. Və daha sonraki səhnələrdə artıq görürük ki, o istəklərini üzləşəndə, o qaranlıq tərəfi ilə üzləşəndə dediyim kimi ondakı o lezbiyan hissləri, qara qunu canlandıran obrazla bir çatışma yaşayır. Həm də ondan bir səhnələri var idi, erotik səhnələri var idi. Dediyim kimi onu da izləyici olaraq algılaya bilmirik ki, onun fantaziyaları idi, yoxsa real idi o səhnələr. Daha sonra ağ qunu səhnədə canlandırır və uğursuz alınır. Çünki artıq o qara kölgə tərəfi daha baskındır, o tərəfini daha kəşf eləyibdir. Bu səhnədə isə qara qunu canlandıranda hansı ki bir səhnədə eşidir ki, həmin qara qunu canlandıran digər qadın obraz deyir ki, bunu mən çıxıb səhnədə göstərəcəm və onu öldürür, bıçaqlamaq istəyir. Yəni artıq o içindəki vəhşiliyi, o qızcığaz artıq sıradan çıxıb, məsum, saf, zərif qızcığaz sıradan çıxıb və artıq insan öldürəcək qədər qaranlıq tərəfi üzə çıxır. Bu da o deməkdir ki, qara qunu səhnədə canlandıra bilər artıq və uğurlu da alınır. Ağ qudan çox qara qunu canlandırması alqışlanılır və uğurlu alınır. Və daha sonra isə səhnədə öldüyünü görürük əslində. Bu da əslində bir neçə oxumalar eləyə bilərik. O qaranlıq tərəfini, yəni kölgə arxetipinlə üzləşəndən sonra, o tərəfini tapdıqdan sonra onun ölən məsumluğu və yaxud da ki, o uşaqlıq dönəmi artıq o dönəm bitdi. O dönəmin sonluğuna vurğu olaraq da oxuma eləyə bilərik ki, bir dönəm bitdi, artıq yeni bir dönəm, yeni qadınlıq dönəminə addım atma səhnəsi idi. Yəni bir yoxluqda, bir bitişdən, bir sonluqdan yeni bir doğuşun başlanğıcı kimi də oxuya bilərik ki, ölümündən sonra da ekran ağ olaraq görünür. Yəni normalda demək olar ki, yeni bir səhnənin açıldığını da bəlkə də oxuması var bu filmdə. Yəni modern versiyalarında əsasən dediyim kimi 20-ci əsrin ikinci yarısından etibarən, hansı ki artıq Freud'in id, ego, super ego nəzəriyyəsi və yaxud da ki Jungian psixanalizm, animus və yaxud da ki kölgə, shadow arxetipi artıq incəsənətdə Freud'in belə təsirləri hiss edilirdi. O dönəmlərdə bu baletə də öz təsirini göstərirdi və beləliklə Quşu bir neçə versiyalarından sonra artıq klassika halını alıbdı. Dediyim kimi də bu deməli 1995-ci ildəki versiyası YouTube-da var. Hissə isə mən biraz baxdım. Digər filmi də Natalie Portman'ın filmini də, Darren Aronofsky'nin filmini də izləyə bilərsiniz. O da ayrılıqda üstünə analizlərinə baxa biləcəyiniz bir filmdir və istisnasız, müzakirəsiz deyərdim ki, şah əsərdir. Aronofsky'nin başqa bir şah əsəridir. Belə, yəni ümumilikdə kölgə arxetipi bizim o özəlliklə qadınların o bastırılmış cəmiyyətin normlarına uyğunlaşmaq üçün bastırılmış hisslərimiz, daha çox zərif, incə, itaətkar obrazlar əslində bizim bastırılmış hisslərimizdir. Qurdlarla qaçan qadınlarda da deyildiyi kimi, yəni bu bizim nağıllarla, mifologiyalarla bir növ bizim o vəhşi təbiətimiz bastırılıbdır. Amma biz özümüzü kəşf eləmək üçün mütləq ki, o qaranlıq tərəfimizlə, kölgəmizlə üzləşməliyik və ancaq bu zaman bir şəxsiyyət olaraq şəxsiyyətimizi, kimliyimizi tapıb üzləşə bilərik ki, bu da filmdə də, Natalie Portman'ın canlandırdığı filmdə də göstərdiyim kimi, əslində üzləşmək də o qədər asan olmur o kölgə tərəflərimizdə, yəni şər tərəfimizdə belə deyim. Natalie Portman'ın məsəl üçün filmində o şər tərəfi ilə üzləşəndə, kəşf eləyəndən sonra, içindəki vəhşi çıxandan sonra nəticə olaraq ölürdü. Dediyim kimi bu ölümü də yeni bir doğuş olaraq da oxumaq olar. Yəni bir növ
ölməliyik, bir növ şər tərəfimizlə üzləşməliyik ki, yenidən doğulaq və şəxsiyyət olaraq formalaşaq.